Küçə cinsiyyətini dəyişənlərlə dolur, küçə translarla dolur, küçə yubka geyinən oğlancıqlarla dolur ki, baxırsan ki, hansısa maşın saxladı onun yanında. Necə olur? Mən qadınlığımla baxanda bilirəm ki, bu transdır küçədə dayanan. Siz kişilər bilmirsiniz transdır. Sonra da güya ki, heç kim bəyənmir bunları. Bunların sayı artır. Niyə sayı artır? Tələbat olmasa sayı arta bilərmi? Bu mümkün deyil də. Biz şərait yaratmamalıyıq ki, bugün sosial şəbəkədə hansısa bir qıza bənzəri çıxıb desin ki, çox sağ olsun. Dəyərli izləyicilərim sayəsində evimin mətbəxi də hazır oldu. Mətbəxə də baxırsan, qiyməti də hesablamaq olmur ki, buna yığılan mətbəxə bax. Və bunların evlərini düzəltmək üçün, bunların düzənlərini qurmaq üçün Payatona elə bilsən ki, Azərbaycanda yarışdır. Get bir qazinin ağrı-kəsici dərmanını al da. Get bir şəhidin övladının məktəb geyimini al da, məktəb ləvazimatını al da. Üzdən İraqların siz evinin təmiri ilə məşğulsunuz. Niyə, nə etmək istəyirsiniz ki? Nəyi göstərmək istəyirsiniz ki? Artsın daha da, sayənizdə artır onsuz da. Əllərindən heç sosial şəbəkəni açmaq olmur.